Deməli, bugünkü dərsimiz olur rasional ifadələr. Əvvəlcə danışaq ifadələrlə bağlı. İfadələr iki hissəyə bölünür. Ədədi ifadələr və dəyişəni olan ifadələr. Dəyişəni olan ifadələr. Birinci danışaq ədəd ifadələrlə bağlı. Əməl işarələrinin köməyi ilə ədədlərdən düzələn ifadələrə ədəd ifadə deyirlər. Yaxınlaşdıraq və danışaq ədəd ifadələrdən. Deməli, ədəd ifadələr əməl işarələrinin köməyi ilə ədədlərdən düzələn ifadələrdir. Misal üçün, çox sadə nümunə yazıram. 2 üzərinə gəlinsin 3. Ədədlərdən və əməl işarələrindən ibarət olan ifadələrdir. Və bu ifadələr yalnız ədədlərdən və əməl işarələrindən ibarət olduğu üçün hər zaman bu ifadələrə yeganə bir qiymət tapmaq mümkündür. Yəni 2-nin üstünə 3 gələndə cavab konkret 5 alınır. Və yaxud da mən 10-dan 8 çıxsam cavab konkret 2 alınır. Ona görə də deyirik ki, ədədi ifadələrə konkret bir cavab almaq mümkündür. Çünki yalnız ədədlərdən və əməl işarələrindən ibarət olan ifadələrdir. Ancaq dəyişənli olan ifadələrə baxsaq, dəyişənli olan ifadələr ədədlər və əməl işarələri ilə yanaşı, həm də dəyişənlərdən ibarət olan ifadələr dəyişən olan ifadələrdir. Bəzən buna hərfi ifadələr, hərfi olan ifadələr, dəyişənli ifadələr və ya dəyişəni olan ifadələr də deyirlər. Misal üçün yazıram 2A üzərinə gəlinsin 3B. Ədədlərlə yanaşı dəyişənlər iştirak etdi və əməllər iştirak etdi. Belə ifadələr dəyişənli olan ifadələr adlandırılır. Ancaq dəyişənli olan ifadələrlə ədədi ifadələri müqayisə eləyəsi olsaq, ədədi ifadələrin yeganə bir qiyməti olur. Yəni biz ədədi ifadələri hesablayan zaman konkret bir qiymət almağımız mümkündür. Yazmışam 2-nin üstünə 3 gələndə cavab konkret 5 alınır. Amma 2A üstə gəlsin 3B ifadəsinin qiyməti dəyişkəndir. Ala biləcəyi qiymət dəyişkəndir. Yəni mən əgər A-nın yerinə 1 yazıb, B-nin yerinə 2 yazıb hesablasam, 2 vurulsun 1, üzərinə gəlinsin 3 vurulsun 2-ni hesablasam, cavab alınır 8. Amma qiymətlərin yerini dəyişsəm, A-nın yerinə 2 yazsam, B-nin qiymətinə isə 1 versəm, 2 vurulsun 2, üzərinə gəlinsin 3 vurulsun 1, cavab alınır 7. Ədədi ifadədə konkret 2-nin üstünə 3 gələndə 5 alındığı görünür. Ancaq dəyişənli olan ifadədə dəyişənlərin yerinə müxtəlif qiymətlər yazdıqca aldığımız yekun qiymət dəyişir. Ona görə də deyirik ki, ədədi ifadənin yeganə qiyməti olur. Ancaq dəyişəni olan ifadənin yeganə qiyməti yoxdur. İfadənin qiyməti dəyişkəndir. Yeganə qiyməti yoxdur. Dəyişən olan ifadənin yeganə qiyməti yoxdur. A və B və yaxud da digər dəyişənlərin qiymətlərinin dəyişməsindən asılı olaraq ifadənin ümumi yekun qiyməti dəyişə bilər. İndi isə keçid alaq qüvvət və xassələrindən danışmağa. Qüvvət və xassələrindən danışmamışdan öncə birinci qaydanı qeyd edək ki, N-in üstündə, yəni N-in qiymətinin 1-dən böyük olduğu halda hər bir A-ya bərabər olan N vurul hasilinə A ədədinin N-ci dərəcədə natural üstü qüvvəti deyilir. Əvvəlcə bu anlayışı açaq görək, bu anlayış nə deməkdir? Misal üçün, biz ibtidai sinifdə keçmişik ki, əgər bizə 2 üzərinə gəlinsin, 2 üzərinə gəlinsin 2 versə, yazdığım ifadədə 4 dənə 2 iştirak etdiyi üçün və arada toplama işarələri olduğu üçün mən bu ifadəni 4 vurulsun 2 kimi yazıb yekun cavabı 8 ala bilərəm. Ancaq arada vurma işarələri olarsa, 2 vuraq, 2 vuraq, 2 olarsa, 4 dənə 2 iştirak etdiyi üçün və aradakı vurma işarəsi deyə mən 2-nin üzərində 4 şəklində yaza bilərəm. Həmin bu yazılış natural üstü qüvvət adlandırılır. Sonra başqa bir nümunəyə baxaq. İzah etdiklərim ilk dəfə natural üstü qüvvətlə tanış olmuş uşaqlara aiddir. Misal üçün, bizə 2-nin kubu desə, 2-nin kubu ümumiyyətlə əgər başında 2 durarsa, yəni qüvvətində 2 durarsa kvadrat, qüvvətində 3 durarsa kub kimi oxunur. Digər qüvvət üsləri isə adi ədəd kimi 2-nin üstü 4, 2-nin üstü 5 və s. kimi oxunur. 2-nin kubu demək, 2-ni 3 dəfə özünə vurmaq deməkdir. 2-nin kvadratı demək, 2-ni özünə 2 dəfə vurmaq deməkdir. Bəzən uşaqlar, yeni tanış olan uşaqlar 2-nin kubu ifadəsini 2 vurulsun 3 kimi yazırlar. Bu ifadə yanlışdır. Riyaziyyatda belə bir ifadə yoxdur. Və ya 2-nin kubu ifadəsini 2 üzərinə gəlinsin, 2 üzərinə gəlinsin 2 kimi yazırlar. Bu ifadə də yanlışdır. Riyaziyyatda belə bir ifadə yoxdur. Yadımızda saxlayırıq ki, qüvvət üstü
ədədini göstərən ədəd bizə həmin ədəddən neçə dəfə özü-özünə vurmula olduğumuzu göstərən ifadədir. Yazdığım ifadələrin hər biri qüvvəti yüksəltməməlidir. Bundan əlavə biz müəyyən ədədə qədər bütün ədədlərin qüvvəti yüksəldilməsini bilməliyik. Belə bir ifadədən istifadə etmək istəyirəm və bu nümunəni müxtəsər vurma düsturundan əlaqələndirib yazmaq istəyirəm. Bizim bundan sonrakı videonun hissələrində müxtəsər vurma düsturlarından danışacağam və belə bir düsturumuz var müxtəsər vurma düsturunda ki, A üstə gəlsin B-nin kvadratı bərabərdir. A-nın kvadratı üzərinə gəlsin 2 vurulsun A vurulsun B, üzərinə gəlsin B kvadrat kimi ifadəmiz var. Bizə hər hansısa bir böyük bir ədədin, misal üçün 52-nin kvadratı yüksəldilməsini desəm, biz bunu alt-alta vurmaq əvəzinə bu müxtəsər vurma düsturunun köməyi ilə düzəldə bilərik. Yazılan ifadədə deyir ki, birincinin kvadratı. Bizim birinci gələnimiz 2-dir. 2-nin kvadratı eləyir 4. Yazırıq 4. Deyir ki, birincinin ikinci hasilinin 2 misli. Yəni 5-in 2-yə hasilinin 2 misli. 5-in 2-yə hasilinin 2 misli, yəni 2-yə vurulması. Bu da eləyir 20. 0 yazırıq. 2 isə yadda qalır. 2-ni yadda saxlayırıq. Sonra deyir ikincinin kvadratı. İkinci gələn ədədimiz 5-dir. 5-in kvadratı eləyir 25. Ancaq burada 2 yadda qaldığı üçün 25-in üzərinə 2 gəlirik, eləyir 27. Yazırıq 27. Deməli, 52-nin kvadratı 2704-müş. Və bu üsuldan istifadə edərək daha böyük rəqəmli ədədlərin qüvvəti yüksəldilməsini tətbiq etmək mümkündür. Yuxarıda qeyd etdiyim düsturu isə videonun digər hissələrində müxtəsər vurma düsturuna bağlı danışdığım zaman qeyd edəcəm. Demək ki, qüvvətdən danışdıq. İndi isə qüvvətdən bağlı bəzi əsas məqamlara fikir verək. Yazıram A-nın üstündə N ifadəsi. A-nın üstündə N ifadəsi belə oxunur. A əsasdan N. Buna deyirlər əsas. A-nın adı olur əsas. N-in adı isə olur qüvvət. A-nın n-ci dərəcədə A əsasın n-ci dərəcədən qüvvət formasında oxunur. A-nın adı əsas, n-in adı isə qüvvətdir. İndi isə bununla bağlı bəzi qaydalara baxaq. Birinci, əgər mən qeyd etsəm ki, A-nın üstündə n bölünsün A-nın üstündə m ifadəsini və qeyd etsəm ki, A-nın üstündə n vurulsun A-nın üstündə m ifadəsini. Bu ifadələrə deyirlər əsasları eyni, qüvvətləri müxtəlif olan ədədlərin bölünməsi və vurulması. Yadımızda saxlayırıq ki, bölmə zamanı qüvvət üsləri əgər əsaslar eynidirsə, qüvvət üslərini bir-birlərindən çıxmaq, əgər əsaslar eynidirsə, qüvvət üslərini bir-birlərindən toplamaq lazımdır. Misal üçün, mənə deyə bilər ki, 3-ün üstündə 5 bölünsün 3-ün kvadratı. Əsaslar eyni olduğu üçün mən bunu 3-ün üstə 5 çıxılsın 2, yəni 3-ün kubu şəklində yazıb ifadə edə bilərəm ki, cavab 27-dir. Və yaxud da mənə 3-ün kvadratı vurulsun 3-ün üstündə 1 ifadəsi versə, əsaslar eyni olduğu üçün saxlayıb qüvvət üslərini toplayıram. 3-ün kubu cavabımız eləyəcəkdir yenə 27. Ancaq əgər əsaslar müxtəlif, qüvvət üsləri eyni olarsa, misal üçün A-nın üstündə n bölünsün B-nin üstündə n, bəzən bunu yaza bilərlər A-nın üstündə n bölünsün B-nin üstündə n şəklində və yaxud da bunun vurması A-nın üstə n vurulsun B-nin üstə n şəklində olarsa, əsaslar bir-birlərindən müxtəlif, ancaq qüvvət üsləri eyni olduğu üçün biz bunları eyni bir əsas şəklində göstərə bilərik. A bölünsün B-nin üstündə n ifadəsi kimi. Və ya bizə, əgər bu ifadə verilərsə, geri qayıdıb bu ifadə kimi qeyd edə bilərik. Yəni, sürətin ayrı qüvvəti, məxrəcin ayrı qüvvəti kimi. Və aşağıda yazılan ifadədə də A vurulsun B-nin üstündə n şəklində göstərə bilərik. Yəni, eyni əsasa yığa bilərik. Misal üçün bir dənə nümunə yazım. Bizə desin ki, 3-ün kubu bölünsün 2-nin kubu ifadəsi. Onda mən bunu 3 bölünsün 2-nin mörtəzə kubu şəklində yaza bilərəm və ya 3-ün kubu vurulsun 2-nin kubu ifadəsini 3 vurulsun 2-nin kubu şəklində, yəni 6-nın kubu şəklində göstərə bilərəm. Yuxarıdakı ifadəni də öz növbəsində 1,5-in kubu şəklində yazıb göstərməyi mümkündür. Sonra
Bundan əlavə bir dənə də belə bir qüvvət düsturunu qeyd etsək, belə bir qüvvət düsturumuz var, 5-ci düsturumuz. Deməli, n-ci dərəcədən kökün altında a-nın üstündə m ifadəsi. Kvadrat köklər mövzusundan bağlı danışdığımız zaman bu düsturun gedişatını və bu düsturun hardan yarandığını geniş məlumat veriləcəkdir. Sadəcə hal-hazırda biz burada bu məlumatı bilməliyik ki, bu formada yazılış zamanı bizim kökümüzün dərəcəsi məxrəcə yazılmalıdır. A-nın başındakı qüvvət, yəni A-nın üstündəki qüvvət isə sürətə yazılmalıdır. Bu mütləq yazılışdır və bir çox misalın həllində bizə kömək olacaq yazılışlardan biridir. Sonra keçirik digər düsturlara. Deməli, birinci, əgər bizə A-nın üstünə 0 verilərsə, bütün ədədlərin üzərində qüvvətin 0 olması 1-ə bərabərdir. Sual yaranır ki, bu ifadə hardan yaranır? Misal üçün, mən əgər A-nın üstündə m-i A-nın üstündə m-ə bölsəm, eyni ifadəni özü-özünə bölsəm, cavab 1 alınır. Sol tərəfdəki ifadə ilə bağlı bilirəm ki, əsaslar eyni olarsa, qüvvət üslərini bir-birlərindən çıxmaq lazımdır. Deməli, m-nin m çıxanda alınır A-nın üstə 0 və cavab 1 alınır. Deməli, bütün ədədlərin 0 üstü qüvvəti hər zaman 1-ə bərabər olar. İkinci, bütün ədədlərin birinci dərəcədən qüvvəti elə özünə bərabərdir. Ədədi bir dəfə yazmağa bərabərdir anlayışından gəlir. Üçüncü, A-nın üstündə m, üzərində n şəklində ifadə bizə verilərsə, mən buna hər zaman uşaqlara pilləkən kimi yuxarı qalxmaq deyirəm. Əgər bu formada pilləkən kimi verərsə, A-nın üstünə n vurulsun n şəklində yazılır. Misal üçün, 2-nin kvadratını üzərində kubu kimi versə, pilləkən kimi yuxarı qalxdığı üçün bu 2-nin üstünə 2 vurulsun 3, yəni 2-nin üstündə 6 ifadəsinə bərabər olmuş olar. Sonra qeyd etmək istəyirəm A-nın üstündə mənfi n ifadəsini. Demək olar ki, uşaqların ən çox qatdığı mövzulardan biri də bu mövzudur və mən hər zaman belə deyirəm. Bax, bu başında olan mənfinin mənası o deməkdir ki, verilən ədədi tərsinə çevir. Bu mənfinin mənası odur. Verilən ədədimiz 1-dir A-dır əslində. Bu mənfi deyir ki, bunu tərsinə çevir. Onda biz həmin ifadəni tərsinə çevirsək A-da 1, artıq mənfi vəzifəsini yerinə keçirdi. Bunu tərsinə çevirdi və qüvvəticə qeyd edirəm. Misal üçün, bizə verə bilər A bölünsün B-nin üstündə mənfi n ifadəsi. Həmin bu mənfi bizə deyir ki, verilən ifadəni tərsinə çevir, yəni ki, A-da B şəklində yaz. Artıq mənfi vəzifəsini yerinə yetirdiyi üçün qüvvətə də adi şəkildə n-i qeyd edirəm. Yəni, qüvvətin başındakı mənfinin mənası ancaq onu tərsinə çevirməkdən ibarətdir. Verilən ifadənin tərsinin yazılmasından ibarətdir. Bir də yazdığım ifadələrin bir də tərsini qeyd etmək istəyirəm. Hansı ki, bizə A vurulsun B-nin üstündə n ifadəsi versə, bu ifadə A-nın üstə n vurulsun B-nin üstə n şəklində yazıla bilər və yuxarıda da qeyd etmişdim. A bölünsün B-nin üstə n ifadəsi versə, bu A-nın üstə n bölünsün B-nin üstündə n ifadəsi şəklində yazıla bilər. İsə başlayaq bir hədli və çox hədlidən danışmağa. Əvvəlcə danışaq bir hədli ilə bağlı geniş məlumat verək. Deməli, bir hədli nədir? Ədəd, dəyişən və onların natural üstü qüvvətindən əhalisindən ibarət olan ifadələrə bir hədli deyilir. Deməli, qeyd edirəm, ədəd, dəyişən, kitabların qeyd etdiyi və natural üstü qüvvətdir. Ancaq biz belə öyrənmirik. Natural üslü və sıfır üslü qüvvətdir. Hər biri ilə bağlı geniş danışaq. Birincisi deyirik ki, ədəd, dəyişən və onların natural üslü qüvvətindən ibarət olan ifadələr bir hədlə adlandırılır. Yəni, misal üçün, bir də nümunə yazaq. Ədəd, dəyişənlər və onların natural üslü qüvvətindən ibarət olan ifadələr bir hədlə adlandırılır. Yazılan ifadədə də görürük ki, ədəd, dəyişənlər və onların natural üslü qüvvətindən ibarətdir. Bəs dəyişənlər iştirak etməzsə, dəyişən iştirak etməzsə sadəcə 4 gələr və yazılan 4 də bizə bir hədli olduğunu bildirir ki, bütün natural ədədlər, bütün tam ədədlər hər biri bir hədlə adlandırılır. Bu qayda olaraq var. Əgər bütün tam ədədlər
birhədli olaraq adlandırılırsa, mən bu natural ədədin yanına deməli A-nın üstünə 0 ifadəsi yazmışam ki, A-nın üstə 0-ın qiyməti də 1-ə bərabər olur və 4-ü də 1-ə vurur, cavab alınır 4. Deməli, həmin bu qaydadan yola çıxaraq biz deyirik ki, ədəd, dəyişən və onların natural üslü və 0 üslü qüvvəti birhədli adlandırılır. Bəs hansı ifadələri biz birhədli adlandıra bilmərik, ona baxaq. Deməli, qaydada deyir ki, ədəd, dəyişən və onların natural üslü qüvvəti. Bəzi istisna hallar var ki, yəni ifadələr var ki, həmin ifadələri biz birhədli adlandıra bilmərik. Birhədlinin ən vacib qaydası odur ki, hər bir dəyişən sərbəst olmalıdır. Bəs bu cümlə nəyi bildirir? Dəyişənin sərbəst olması o deməkdir ki, həmin dəyişən mənfi sonsuzluq, müsbət sonsuzluqdan hansı qiyməti yerinə qoyuruqsa qoyaq, hər zaman qiyməti düzgün alınmalıdır. Sərbəst bu deməkdir. Yəni, mən modulda x ifadəsi yazsam, x ürək istəyən qiyməti almağına baxmayaraq, ifadənin qiyməti, yəni dəyişəni olan ifadənin qiyməti hər zaman müsbət alınacaq. Yəni, qaydadan asılı vəziyyətdədir. Sərbəst olmaq həmin ifadənin qaydadan heç bir asılacağı, heç bir qaydadan asılacağını olmamağını göstərməlidir. Mən kök altında x yazsam, x avtomatik bütün müsbət ədədlər almalıdır. Çünki cüt dərəcədən kökün altındadır. Deməli, bu da olmaz, sərbəst şəkildə olmalıdır. Tək dərəcədən qüvvət yazdığımız zaman x ürək istəyən qiyməti almağına baxmayaraq, kökün altında olduğu üçün artıq bu ifadənin sərbəstliyi itir və müəyyən bir qaydaya tabe olur. Ona görə tək dərəcədən də qüvvət olmaz. Və yaxud da mən məxrəcə x yazdığım zaman və yaxud sürətə də 3 yazaq, məxrəcin qaydasına əsasən məxrəc heç vaxt 0 qiymətini ala bilməz. Yəni, müəyyən qaydaya yenə tabe oldu. Deməli, bu da heç vaxt birhədli adlandırıla bilməz. Yadımızda saxlayırıq ki, əgər verilən dəyişən və ya dəyişəni olan ifadə hər hansısa bir qaydaya tabeliyi yaranarsa, onun həmin ifadələr birhədli adlandırıla bilməz. Dəyişən və ya dəyişən olan ifadə mütləq şəkildə sərbəst olmalıdır. Heç bir qaydadan asılı vəziyyətdə olmamalıdır. İkinci qaydamız nədir? Qaydada deyirik ki, birhədlinin natural üslü və 0 üslü qüvvətləri birhədli adlandırılır. Deməli, əgər dəyişənin üzərində -3 gələrsə və yaxud da dəyişənin üzərində hər hansı bir kəsir ifadə gələrsə, onda belə ifadələr də birhədli adlandırıla bilməz. Dəyişənin qüvvətində ancaq və ancaq natural ədədlər və ya 0 gəlməlidir. Yerdə qalan heç bir ədəd qüvvət üzərində iştirak edə bilməz. Belə ifadələr birhədli adlandırılmır. Deməli, 2 dənə əsas vacib məqamı qeyd elədik ki, dəyişənlər sərbəst şəkildə olmalıdır və qüvvətində mənfi ədəd iştirak etməməlidir. Bundan əlavə biz birhədlinin qaydasını deyirik ki, birhədli nələrdən ibarətdir? Ədədlərdən, dəyişənlərdən və onların natural üslü qüvvətindən ibarətdir. Mötərizədə yazıram, natural və ya 0, qısa şəkildə yazıram. Natural üslü qüvvət və ya 0 üslü qüvvətindən ibarət olmalıdır. Deməli, bunları bir adlandırırıq. Birincisi, ədədimizin adı olur əmsal. Elə ki, əmsaldan danışdıq, birhədlinin standart şəklinə baxaq. Ümumiyyətlə, yadımızda saxlayaq Loru dillə ki, standart şəkil demək, verilən ifadənin ən səliqəli versiyası deməkdir. Bunu Loru dillə yadımızda belə saxlayaq. Ən səliqəli versiyadır. Və birhədlinin standart şəklində birinci əmsal gəlməlidir. Başladıq çoxhədli. Deyirik ki, çoxhədlinin qaydasında bir neçə birhədlinin cəbri cəminə çoxhədli deyilir. Birincisi, cəbri cəm nədir? Cəbri cəm deyəndə uşaqlar həmişə elə başa düşürlər ki, orada cəm sözü var deyə söhbət ancaq toplamadan gedir. Xeyr, cəbri cəm demək həm toplam əməli deməkdir, həm də çıxma əməli deməkdir. Yəni, bizə bir növ demək istəyir ki, birhədlərin toplanması və çıxılması çoxhədli adlandırılır. Bir dənə çoxhədli yazaq. Bir dənə çoxhədli qeyd eləyək.
Yazıram ki 2a-nın kvadratı b üzərinə gəlsin 3a-nın kubu s-nin üstündə 4. Hər ikisi də bir hədlidir və cəbri cəmləri toplanması və yaxud da burada çıxılması da ola bilər. Belə ifadələr çoxhədlilər adlandırılır. Və çoxhədliliyi ilə bağlı danışdıqsa, gəlin bunu da istisna vəziyyətlərlə bağlı danışaq. Qeyd etmək istəyirəm ki, bir hədlidə danışdığım həmin o 3 vacib məqam ki dedim, bunlar bir hədl adlana bilməz. Həmin 3 qaydanın hər biri çoxhədliyə də aiddir ki, heç vaxt bir hədli, həmin ifadələr olan ifadələr çoxhədli adlandırıla bilməz. Və bircə dənə orada çoxhədli ilə bir hədlin fərqli məqamı ondan ibarətdir ki, bir hədlidə demişdik ki, ancaq vurma və qüvvət yüksəltmə əməlindən istifadə olunur. Çoxhədlidə isə həm toplamadan, həm çıxmadan, həm vurmadan, həm də qüvvəti yüksəltmə əməlindən istifadə olunur. Bircə dənə bölmə əməlindən istifadə oluna bilməz. Bölmə əməlindən başqa bütün əməllərdən istifadə oluna bilər çoxhədlinin tərkibində. Çoxhədlinin standart şəkli bəs nədir? Çoxhədlinin tərkibindəki bir hədlilər standart şəkildə olarsa və tərkibində oxşar və ya əks bir hədlər olmazsa, belə ifadələr çoxhədlinin standart şəkli adlandırılır. Bir dənə ifadə yazıram. 2a-nın kubu b üzərinə gəlinsin 3a-nın kubu b üzərinə gəlinsin 4a-nın kvadratı c-nin kubu şəklində ifadə yazıram. Yazdığım ifadə çoxhədlidir, ancaq standart şəkildə deyil. Çünki tərkibində a-nın kubu b, a-nın kubu b ifadəsindən 2 dəfə istifadə olunubdur. Əgər biz bunu standart şəklə yığmaq istəyiriksə, 2 dənəsi burdadır, 3 dənəsi burdadır, ümumiləşdirib 5a-nın kubu b üzərinə gəlinsin 4a-nın kvadratı c kubu kimi yazsaq, onda bəli, yazdığım ifadə həm çoxhədlidir, həm də standart şəkildədir. Bu çoxhədlidir, amma standart deyil, ancaq bu həm çoxhədlidir, həm də standart vəziyyətindədir. Başqa bir dənə ifadə qeyd etsəm, 2a-nın kubu c a üstə gəlinsin 3a-nın kubu b ifadəsi yazsam, çoxhədlidir, amma standart şəkildə deyil. Tərkibində iştirak edən bir hədlər standart olmalıdır. Bu bir hədli standart deyil. Standartı yığmaq istəyirəmsə 2a-nın üzərində 4c, üzərinə gəlinsin 3a-nın kubu b kimi yazmalıyam. Deməli, birinci ifadəm çoxhədlidir, amma standart deyil. İkinci ifadəm həm çoxhədlidir, həm də ki, standart vəziyyətdədir. Əgər çoxhədlinin qüvvətindən danışsaq, yazıram 2a-nın kubu b-nin üstə 4, c üzərinə gəlinsin 8a-nın üstündə 7, b ifadəsi. Bizə deyir ki, verilən b bir dənə də yazaq c-nin üstündə 5. Bizə verilən ifadənin dərəcəsini, yəni çoxhədlinin dərəcəsini istəyirsə, birinci və ilk növbədə həmin ifadə çoxhədli standart şəkildə olmalıdır. Yazdığım ifadə standart şəkildədir. Ayrı-ayrılıqda bir hədlərin qüvvəti tapılır. Bunun qüvvəti 3, 4, 1, yəni 3 üzərinə gəlsin, 4 üzərinə gəlsin 1, 8-dir. Bunun isə qüvvəti 7, 1, 5, yəni 13-dür. Qüvvəti ən yüksək olan bir hədli elə çoxhədlinin dərəcəsidir. Qüvvəti ən yüksək olan 13-dür. Deməli, çoxhədlinin dərəcəsi 13-ə bərabər olar. Bundan əlavə bir də çoxhədlinin əsas 2 vacib məqamı var. Birinci, əmsallarının cəminin tapılması var, əmsal cəmi. Bir də var, sərbəst həddin tapılması. Əgər verilmiş çoxhədlinin əmsalların cəmi tapılarsa, bütün dəyişənlərin yerinə istəyir fərqli, istəyir eyni, dəyişənlərin hamısının yerinə 1 yazmaq lazımdır. Əgər əmsalların cəmi tapılarsa, dəyişənlərin yerinə hər birinə 1 yazmaq lazımdır, bütün dəyişənlərin yerinə. Əgər sərbəst hədd tapılırsa, istəyir eyni, istəyir müxtəlif, bütün dəyişənlərin yerinə 0 yazıb hesablamaq lazımdır. Topluda bu suallar var və hər biri ayrı-ayrılıqda izah olunası suallardır. Sonra çoxhədlinin dərəcəsindən danışdıq, çoxhədlinin standart şəklindən danışdıq və bir də danışmaq istəyirəm Bezu teoremindən bağlı. Ancaq Bezu teoremindən danışmamışdan öncə çoxhədlinin qruplara ayrılması qaydasına toxunmaq istəyirəm. Qruplara ayrılmasından bağlı çoxhədlinin qruplara ayrılması zamanı
İstifadə edəcəyimiz ən uyğun üsul, loru dillə adlandırsaq qayçı üsuludur. Qayçı deyə elmi bir termin yoxdur. Sadəcə olaraq düstur qayçıya bənzədiyi üçün loru dillə biz düsturu qayçı üsulu kimi adlandırırıq. Qayçı üsulu nədir? Bir də nümunə yazıram. 5a-nın kvadratı üstə gəlinsin 6a, üzərinə gəlinsin 1 ifadəsi yazıram. Verilən ifadəni vuruqlara ayıran zaman birinci əmsalı sonuncu əmsala vururuq. Aşağı hissədə yazırıq hasili. 5-i 1-ə vururuq, eləyir 5. Və qeyd edirik cəmi. Cəmi isə ortada gələn əmsaldır. İşarəsilə birlikdə götürürük 6. Elə nətər fikirləşirik ki, hasili 5 cəmi 6 eləsin. 5 və 1. 5-i 1-ə vuranda 5, toplayanda isə 6 eləyir. Necə eləyirik? Deməli, bax, kənarda duran əmsallar, bax bu 2 dənə ifadə heç vaxt həmin ifadələrə toxunulmur. Onların toxunulmazlığı var və heç vaxt dəyişmir. Olduğu kimi köçürdürəm onları və olduğu yerə köçürdürəm. 5a kvadrat üzərinə gəlinsin 1. Və sağdakı boşluğu necə doldururam? Həmin bu a ədədini, a dəyişənini artıq bizim əmsalla işimiz yoxdur. A dəyişəni bir dəfə 5-ə, bir dəfə isə 1-ə vurub yazıram. Üzərinə gəlinsin 5a, üzərinə gəlinsin 1a. Bundan sonra 4 dənəlik yaranmış ifadəni 2 hissələrə bölürəm. Birinci hissədə 5a-nı mötərizənin kənarına çıxardıram. Qalır a, üzərinə gəlinsin 1. İkinci ifadədən isə 1-i kənara çıxarsaq qalır a, üzərinə gəlinsin 1. Bərabərdir. Bu birinci ifadədən 5a-nı kənara çıxaran zaman 5-i 5-ə böldüm, qaldı bir əmsalı yazmadım. 2 dənə a-dan 1 dənəsini çıxardım, 1 dənə a qaldı. 5a-nı bütöv şəkildə çıxardım deyə yerində 1 qaldı. Hər ikisində ortaq a üzərinə gəlinsin 1-dir. Çıxardırıq mötərizənin kənarına. Əlimizdə qaldı 5a üzərinə gəlinsin 1. 5a üzərinə gəlinsin 1. Vəsiyo, deməli bizim yazdığımız ifadəni artıq vuruqlara ayrılmış hesab olunduq. Bu ifadəni bəzən uşaqlar viyyətdən qatırlar. Bir şey unutmayaq ki, viyyətdə ilk gələn əmsalımız 1 olmalıdır. Bəs yaxşı, ilk gələn əmsalımız 1-dirsə, onu necə vuruqlara ayırarıq? Misal üçün, yazıram ki, a-nın kvadratı çıxılsın 4-i a üzərinə gəlinsin 3 ifadəsi. Bunu da qayçı ilə ayırmaq olar. Ancaq bu açıq-aşkar viyyət teoremidir. Çünki a kvadratın qarşısında bir əmsalı dayanıb. Bir əmsalı olanda biz bilirik ki, bu viyyət teoremidir. Və bu tənlik mövzusuna keçiləcəyi üçün çox dərin izah eləmirəm viyyəti. Sadəcə gedişatı yazıram ki, a1 üzərinə gəlinsin a2 bərabərdir 4-ə. a1 vurulsun a2 isə bərabərdir 3-ə. Hansı ədədləri vursaq 3 toplasaq 4 eləyər? 3-ü və 1-i. Yadımızda saxlayaq, bunu tənlik mövzusuna bir daha keçəcəm. Vuruqlara ayıran zaman x çıxır, əgər köklərlə vuruqlara ayırıqsam. X çıxar x1, x çıxılsın x kilüsündən istifadə olunur. X tənlikdə iştirak edən dəyişəni simvolizə edir. Yəni bizim dəyişənimiz A-dır deyə biz A çıxılsın yazacağıq və bu çıxma işarəsi hər zaman var. Yəni bu çıxma işarəsi heç vaxt dəyişmir. Əgər bizim kökümüz 3 və 1-dirsə və x-i simvolizə edən A-dırsa, onda yazacağıq A çıxılsın 3, A üzərinə gəlin A çıxılsın 1. Yəni biz artıq düsturun köməkliyi ilə verilən ifadəni vuruqlara ayıra bildik. Bir də bundan əlavə iki çox ədədin bir-birlərinə vurulması qaydasını izah eləmək istəyirəm. Misal üçün, A üstə gəlsin 3 ifadəsini, B çıxılsın 4 ifadəsinə vuraq. Vuran zaman hər bir hədd digər mötərizə daxilində olan hər bir həddə vurulub, işarəsini diqqət yetirilərək yazmaq lazımdır. A-nı vururam B-yə, yazıram AB. A-nı vururam -4-ə, olur -4A. 3-ü vururam, müsbət 3-ü vururam B-yə, eləyir 3B. 3-ü vururam -4-ə, eləyir -12. Artıq çox ədədin çox ədədiyə vurulması qaydasından da istifadə etdik. Rasional ifadələr mövzusunun ən vacib hissələrindən biri müxtəsər vurma düsturlarıdır. Hansı ki, müxtəsər vurma düsturları bəzi kitablarda 7, ancaq 7 dənəsi əsasdır. Biz bundan əlavə 19 dənə əlavə düstur öyrənməliyik. Yəni 7 əsas düstur tərkibində olan. Ancaq mən bu düsturları 21, bəzən isə ehtiyat saxilində 25 dənə yazdırıram. Çünki hər bir düstur bir-birlərindən alınan düsturlardır. Videoda həmin düsturların yazılışını qeyd etməyəcəm. Çünki hər birini isbat hissəsində necə alındığına bağlı danışacağım üçün.
Ona görə də heç bir düstur qeyd etmirəm. Ancaq bir şey qeyd etmək istəyirəm ki, bütün müxtəsər vurma düsturları eynilikdir. Bəs eynilik nədir? Bərabərliyin sağ və sol tərəfləri bir-birlərinə bərabər olarsa, yəni uyğunlaşarsa, onda belə ifadələr eynilik adlandırılır və bütün müxtəsər vurma düsturları eynilikdir. Yəni bərabərliyin sol tərəfindəki ifadə ilə sağ tərəfindəki ifadə hər zaman bir-birlərindən eyni olmalıdır və eyniliyin doğruluğunu yoxlamaq istəyiriksə, sol və sağ tərəfdəki ifadəni sadələşdirib, uyğun ifadələri sol və sağ tərəfə keçirib toplayıb çıxmaqla həmin ifadənin eyniliyini yoxlamaq mümkündür. Bir də çoxhədlinin çoxhədliyə bölünməsi ifadəsindən danışmaq istəyirəm. Misal üçün, hər hansısa bir çoxhədli yazaq. 3x kvadratı 3x kvadratı çıxılsın x, çıxılsın 2 ifadəsini bölək x çıxılsın 1 ifadəsinə. Bölən zaman vuruqlara ayırmadan istifadə edərək də bölə bilərik. Yəni ki, verilən birinci ifadəni vuruqlara ayırıb uyğun ifadənin ixtisar etmiş yolundan və ya bu üsulla da vuruqlara bölə bilərik. O iki çoxhədini bir-birinə bölə bilərik. Bəs bu zaman nə etmək lazımdır? Birinci gələn ifadəni ikincidəki birinci həddə bölməliyik. Birinci hədd birinci həddə bölünür. 3x kvadratını əgər mən x-ə bölsəm, 1 dənə x bu 2 dənə x-in bir dənəsini aparır, qalır 3x. Həmin 3x-i qeyd edirəm bura. 3x-i x-ə vururuq, eləyir 3x-in kvadratı. 3x-i 1-ə vururuq, eləyir -3x. Alt-alta çıxırıq. 3x kvadratları getdi. -x-dən çıxsaq -3x-i, arada mənfi müsbət olur. Olur 2x. Burada qeyd edirəm. -x-dən çıxsaq -3x-i, mənfi olur müsbət. Onda ifadə alınır. -x üstə gəlsin 3x. Yəni o da bərabər olur 2x-in. Deməli, sonra bu -2-ni düşürdürük aşağı. Yenə birinci hədd birinci həddə bölünür. 2x-i x-ə bölürük. 2x x-ə böləndə x-lar gedir. Cavab qalır 2. Yazırıq, üzərinə gəlsin 2. Həmin bu 2-ni bir dəfə x-ə vururuq 2x. Bir dəfə -1-ə vururuq -2. Çıxdıq, qaldı 0. Deməli, 3x kvadratı çıxaq x çıxaq 2 ifadəsini x çıxaq 1-ə bölsə, 3x üzərinə gəlsin 2 ifadəsi alınır. Başqa bir nümunəyə baxmağa ehtiyac görmürəm. Çünki topluda buna aid suallar var və hər bir sualın izahı ayrılıqda olunasıdır. Beləliklə biz rasional ifadələr mövzusunu bitirdik.